10 gündən sonra Azərbaycan idmançılarının ən sevimli yarışı başlayır. Heç bir yarışa Azərbaycan idmançıları bu cür hazırlaşmırlar. Bəh. Səudi Ərəbistanına gedəcək komandanın bir çox növlərdə idmançıları elə səylə hazırlaşırlar, elə bir ki, olimpiyada gəlir. Sadəcə olaraq İslam oyunlarıdır. İndiyəcən düzdür, bu yarışlarda ilk oyunlarda 4 qızıl, 7 qızıl qazanan komandamız 2017-ci ildə Azərbaycanda Bakı şəhərində keçirilirdi və onda 75 qızıl qazandılar. Rəqəmi təsəvvür edirsiniz. Və sonra Konya'da oldu bu yarış, 27'ye düşdü qızılların sayı və indi necə olacaq bilinmir. Düzdür, son yarışda bizim milli komandamız 4-cü yeri tutdu. Amma bu dəfə öz qabağına məqsəd qoyublar ki, ilk üçlüyə düşsünlər. Amma unutmasınlar ki, Səudi Ərəbistanı var, Türkiyə var, İran var, Özbəkistan var. Və bizim komandamız nə nəticə göstərəcək görərik.